Salam yoldaşlar, xoş gördük hər birinizi. Bugün biz sizinlə 50 sınaq toplusundan sınaq 3-ün izahı ilə tanış olacağıq. İlk öncə lüğətdən çıxardığımız sözlərlə dərsə başlayırıq. Action-packed thriller, yəni aksiyonla dolu bir thriller, yəni həyəcan janrı. Gross'un keçmiş zamanıdır, ümumi gəlir əldə etmək deməkdir. Production team, istehsalçı bir heyət. Fast-paced action sequences, sürətli bu hərəkətli aksiyon səhnələri. Cameo appearance, episodik bir rol. Həmin bu rolda nədir? Məşhur birinin qısa müddətli görünməsi. İstəyir səhnədə olsun, film səhnəcində olsun və yaxud realda hazırlanmış bir səhnədə öz fanlarına sürpriz kimi olsun. Yəni buna cameo deyirlər. All star cast, ulduzlardan ibarət bir aktyor heyəti. Extreme condition sözünə nəzər yetirin. Vacib sözlərdəndir, essedə də lazım olacaq akademik səviyyəli sözlərdəndir. Şərait, vəziyyət deməkdir mənasıdır. Extreme'dəki çox çətin, ekstremal sözü var, elə ondan yadınızda saxlayın. Stunt, kaskadyorluq deyəndə nə nəzərdə tutulur? Məsələn, əgər aktyor özü təhlükəli bir həyatında təhlükə yaradacaq bir hərəkət edirsə, çox uzun bir binadan özü oradan hoppanırsa, özünə xəsarət yetirə biləcək bir hərəkətləri özü edirsə, buna kaskadyorluq hərəkətləri deyilir. Stunt adlanır ingiliscə, intense, gərgin, güclü demək oldu. Spectacular, möhtəşəm, göz qamaşdırıcı, heyran edici mənasında var. Demand tələb etmək deməkdir. Demandingdəki onun sifət versiyasıdır, yəni tələbkar. Thrilling, həyəcan verici. Never a dull moment. Burada dull sözünə odaqlanın. Dull sıxıcı deməkdir. Interesting sözünün antonimidir. Və ümumi bir mənası heç vaxt darıxdırıcı deyil, yəni hər anın maraqlıdır deməkdir. Portrait, to portray sözündən yaranıb da bunun keçmiş zamanıdır, canlandırmaq, təsvir etmək deməkdir. Characterize mindset, düşüncə tərzi deməkdir, yəni həmin personajın düşüncə tərzi. Combat techniques, döyüş texnikaları. Well written script, yaxşı yazılmış bir ssenari və performans sözü çıxışlar, ifalar deməkdir. Bu bizim vacib lüğətimiz idi. Lüğət dəftərinizə qeyd eləməyi unutmayın. Çünki yoldaşlar, bizə düşəcək ingiliscə təqdim olunan 20 sualın 5 qaydasının içində belə mütləq surətdə ikisi yenə gəlir bizə lüğətdən düşür. Hansı ki, biri logical ending, yəni məntiqi tamamlama və yaxud digərini də dialoq qurma, tekst mətnləri verirlər, ardıcıl qrup. Bu da təbii ki, tərcüməyə əsaslanır. Ona görə də mütləq surətdir ki, siz öz lüğət bazanızı genişləndirəsiniz. Mən də bacardığım qədər hər mətndən əsas sözlərin listing olsun, mətnlər 1-2 olsun, siz üçün akademik səviyyədə olan sözlərin çıxarışını verirəm. Yaxşı yoldaşlar, indi isə lüğəti oxuduğumuza görə keçirik listingi səsləndirməyə. O nəzərinizə çatdırım ki, 2 dəfə səsləndirəcəm. Birincidə yalnız sizin qulaq asmağınız üçün, ikincidə isə birgə müzakirə etməyimiz üçündür. Və imtahanı, testi işləyərkən mütləq surətdə 2 dəqiqə fasilə ilə QR kodu oxutdurun. Daha sonra izahları mənimlə bərabər dinləyin. Neysə, vaxt itirmədən listingə qoşum, qulaq asaq. Welcome everyone. Today, I'm thrilled to have Hollywood's own Jake Carter with us, the star of Steel Resolve, the latest action-packed thriller. Jake, thank you for joining us. Thanks for having me. It's great to be here. Jake, your new film was released just last week, and it has already grossed over $100 million worldwide. How does it feel to be part of such an incredible success? It's incredible. When a film comes out, you never really know how the audience will react. We worked so hard on it, and seeing it do so well is just amazing. Most of the scenes were shot in various locations around the world. What was that experience like? It was intense, but also really exciting. We filmed in some pretty extreme conditions. One scene was shot in the Atacama Desert in Chile, and another was filmed on top of a skyscraper in New York. The production team did an amazing job making everything look spectacular. The film has been praised for its fast-paced action sequences. How challenging was it to keep up with such an intense schedule? It was tough. The stunts were pretty demanding, and since the film is so fast-paced, there was never a dull moment on set. But that's what makes it thrilling for the audience. You've portrayed a variety of characters throughout your career. How did you prepare for this role? This character was very different from anything I've done before.
months training, learning combat techniques, and working closely with the director to really understand the character's mindset. It was also really well written, which made it easier to bring the role to life. The film features an all-star cast. What was it like working with such talented actors? It was fantastic. The cast was incredibly supportive. We all pushed each other to give our best performances. There were also a few great cameo appearances that fans would love. Ha yoldaşlar, indi isə yenidən səsləndirirəm, bərabər müzakirə edirik. Welcome, everyone. Today, I'm thrilled to have Hollywood's own Jake Carter with us, the star of Steel Resolve, the latest action-packed thriller. Jake, thank you for joining us. Thanks for having me. It's great to be here. Jake, your new film was released just last week, and it has already grossed over $100 million worldwide. How does it feel to be part of such an incredible success? It's incredible. When a film comes out, you never really know how the audience will react. We worked so hard on it, and seeing it do so well is just amazing. Most of the scenes were shot in various locations around the world. What was that experience like? It was intense, but also really exciting. We filmed in some pretty extreme conditions. Aha, burada dayanaq. Artıq buradan ikinci sualımızın cavabı çıxır. Deyir ki, most of the scenes were shot in various locations around the world. What was that experience like? Nə cür bir təcrübə səndə qazandırdı? O da deyir ki, it was intense but also really exciting. Bu deyir çox gərgin idi, amma eyni zamanda çox həyəcan verici idi. Bu sualın da cavabı, baxın, ikinci sualın cavabı burada verilib. Deyir ki, what does Jake Carter say about the experience of filming in various locations? Müxtəlif bu yerlərdəki çəkilən film təcrübələrlə bağlı nə deyir? Deyir ki, baxın, C variantı deyir ki, it was intense because they worked in extreme conditions. Bu növbəti cümlədə deyir ki, we film in same pretty extreme conditions. Buna görə ki, də oldu cavabımız. C variantı. Digər variantlarda gəlirik müzakirə eləyək qabağımıza çıxmışkən. Deyir, bu çox rahat və asan idi. Xeyr, bunun haqqında danışmır. Boring because they stay in the same city. Eyni şəhərdə qaldılar deyə maraqsız. Ümumiyyətlə, maraqsız olduğuna bağlı isə demir, maraqlı olduğuna bağlı hər şey danışır. Burada o kəlməni də bəlkə keçdiyimiz dal kəlməsində qeyd eləmişdi. Saniyə, baxın. The stance of pretty demanding and some film so bad. Bu görürsünüz, deyir ki, there was never a dull moment on set. Heç bir sıxıcı an yox idi. Ona görə B variantı da yanlışdır. D variantı deyir ki, bu təhlükəlidir, çünki həmin bu production team, bu heyət, işçi heyət zəif iş ortaya çıxartmışdı. Orada amma yaxşı bir iş ortaya çıxartdıqlarına deyir. Poor job, pis iş deməkdir. It was too long and the team was not supportive. Dəstəkləyici olmadığına bağlı deyir. Amma orada işçi heyətin mükəmməl olmağına bağlı, bir-birlərini dəstəkləməyi ilə bağlı və ortaya yaxşı bir iş çıxartmaqla bağlı deyir. The cast was incredible supportive. Görürsünüz, burada ona görə də Y variantı da yanlış olur. İndi isə ikinci sualın hər bir variantı ətraflı izah edildiyimizə görə ardına qulaq asırıq. Dördüncü və beşinci suallar səslənəcək hansı ki burada. One scene was shot in the Atacama Desert in Chile, and another was filmed on top of a skyscraper in New York. The production team did an amazing job making everything look spectacular. Yəni burada deyir ki, dördüncü sualda hansı sualın cavabı var? Baxın, D variantda deyir ki, where were some of the film scenes shot? Bu film səhnələri harda çəkilmişdi? Orada sayılır ki, Atacama səhrasında və yaxud Skyscraper, yəni bu göydələn deməkdir, New Yorkdakı göydələndə çəkilmişdi. Ona görə də bizim dördüncü sualımızın cavabı olur D variantı. Digər variantlarla bağlı da onu nəzərinizə çatdırım ki, burada pulla bağlı bir yerdə danışır, 100 milyon pul qazanmaq dünya üzərində. Amma bu Skyscraper, yəni göydələn səhnəsi üçün xərclənilməyib bu pul. Göydələnin adını bir dənə burada çəkilir, sonra da onunla bağlı qətiyyən pulla bağlı heç danışmır. Ona görə A variantı yanlışdır. B variantı deyir, nəyə görə Atacama səhrası seçib? Bunun haqqında heç bir məlumat yoxdur. C variantı deyir ki, həmin bu aktyorun adı nə idi? Cameo appearance-na bağlı olan məşhur aktyorun adı nə idi? Burada ən sonda
çəkir cameo appearance-ın, amma adını çəkmir. Ümumi cameo appearance sözünün adını çəkir. Hansı aktyorun adı olduğunu çəkmir və Y variantında deyir how many years has Jake Curtin been working in Hollywood? Neçə müddət ildir ki, burada Hollywoodda işləyir. Burada bir dənə rəqəm, yenə deyirəm, pulla bağlı çəkilir. Ondan başqa mətnimizdə heç bir rəqəm, il, tarix məlumat verilmir bu barədə. Ona görə Y variantı da yanlışdır. Və 5-ci sualda deyir ki, the production team did an amazing job making everything look spectacular. Möhtəşəm görsənən bir iş ortaya çıxartmışdılar bu heyət. Və 5-ci sualda deyir ki, dialoqdan açıq-aydın görünür ki, James Taker believed the hard work of the production team contributed to the film's success a lot of. Həmin bu Jack Carter inanır ki, həmin gərgin iş, yaxşı, çətin işi filmə töhfəni nə verib? Bu sırf production team, yəni işçi heyəti veribdir. Ona görə uğurlu olubdur. 5-ci sualımızın cavabı burada verilmişdir. Digər variantları da çıxsaq deyir ki, baxın A variantı deyir didn't get along well. To get along with yola getmək deməkdir. Didn't deyir yola getmir deyirlər. Amma orada tam əksinə bir-birindən hamının çox yaxşı yola getdiyi ilə bağlı deyir. Ona görə bu variant yanlışdır. Baxın. Deyir ki each other to give our best performance. Yəni dəstəkləyici mükəmməl bir komandadan danışırsa, nəyə görə onlar yola getməsin ki və yaxud hamının bir-birindən əlaqə saxladığını, direktorla yaxınlıq əlaqəsi qurduğunu bildirsə, sıx-sıx mütəmmədə əlaqədə olduğunu bildirsə, ona görə biz A variantını götürə bilmərik. Sonra ardıca C variantında deyir ki, o ciddi şəkildə planlayırdı ki, tərk eləsin, təqaüdə çıxmaq from the acting and directing after this action movie. Buna bağlı heç bir, ümumiyyətlə belə bir hadisə haqqında isə danışılmır mətndə. D variantında deyir ki, o düşünür ki, zəif yazılıb, poorly written. Amma orada deyir ki, çox yaxşı yazılmış bir ssenaridir. Bu da ki, baxaq görə harda verilib. Baxın deyir, the script was also really well written. Həqiqətən də bu ssenari yaxşı yazılıbdır. Burada will deyil, burada amma poor sözü deyirdi, yəni zəif, pis yazılmaq deməkdir. The stunts were simple and required no physical effort and or training from the actors and the cast. Deyir, həmin bu səhnələr çox asan deyil, heç bir effort, yəni səciyyət istəmirdi nə aktyordan, nə də heyətdən. Amma burada çətinliyindən danışır. Hətta aylarla məşq elədiyindən, kombat teknikası, döyüş texnikaları öyrənməyindən danışır deyə bu da yanlış olur. 5-cinin Y variantı da ona görə yanlış olur. Ardından qulaq asırıq yoldaşlar. Burada qalmışdıq. The film has been praised da qalmışdıq. The film has been praised for its fast-paced action sequences. How challenging was it to keep up with such an intense schedule? Bu eynən bu cümləni, baxın 3-də deyir, hansı düzgündür dialoqa görə. C variantında deyir ki, the film was praised because of its fast-paced action sequences. İndi də bu cümləni səsləndirdi, ona görə də variantımız olur C variantı. Digər variantlarda deyir ki, yenə bu asan, rahat olduğunu deyir, onun öz cədvəlinin, xeyr, Jack Carter qətiyyən belə bir fikir demir və yaxud D variantında deyir ki, eyni, exact same, dəqiqliklə eyni xarakteri oynayır. Xeyr, orada deyir ki, this character was very different from anything, hər bir şeydən fərqli idi. Ona görə aylarını xərcləyir bu məşq eləməyə. Bu da deyir ki, o eyni rol oynayır, müxtəlif rol oynayır. Fərq etsin, niyə eyni rol oynasın ki? D variantı da yanlışdır. Y variantında deyir ki, there were no stunt scenes in the movie. Deyir, heç bir belə bir səhnə yoxdur, stunt scenes yoxdur. Amma orada deyir ki, Jake Carter danışır ki, it was thought the stunts were pretty demanding. Çox tələbkar bir səhnələr olduğundan danışır. Ona görə Y variantı da yanlış olur. Ardından qulaq asaq. It's tough. The stunts were pretty demanding. Since the film is so fast-paced, there was never a dull moment on set. That's what makes it thrilling for the audience. You've portrayed a variety of characters throughout your career. How did you prepare for this role? This character was very different from anything I've done before. I spent months training, learning combat techniques, and working closely with the director to really understand the character's mindset.
The script was also really well written, which made it easier to bring the role to life. The film features an all-star cast. What was it like working with such talented actors? It was fantastic. The cast was incredibly supportive, and we all pushed each other to give our best performances. There were also a few great cameo appearances that fans will love. Bununla da bizim dinləməmiz bitdi. Birinci sualda indi izahını verirəm. Yoldaşlar, baxın, bayaq yola getmək sözü ilə bağlı danışırdıq. Burada deyir, zaten özü demişdi ki, baxın, when a film comes out, you never really know how the audience will react. We worked so hard on it and seeing öz işimizin ən yaxşısını gördük. Birinci sualda da deyir ki, mətnə görə bu Jack Carter nə cür hazırlaşıb bu rola, Steel Resolve. Bu deyir ki, I spent months training, learning combat techniques and working closely with the director to really understand the character's mindset. Həmin bu personajın düşüncə tərzini öyrənmək üçün aylarla training edib, yəni məşq edib, döyüş sənəti öyrənib, texnikaları öyrənib. Bu sualda birə-bir eynisi, baxın, B variantında da deyir ki, spending months training and studying the character's mindset. Ona görə də bir də cavabımız olur B variantı. A variantda deyir ki, without taking any combat lesson, heç bir texnika, döyüş texnikası öyrənmədən, elə bir cümlə yoxdur. Daha öyrəndiyini deyir burada. Daha sonra ildən danışır. Mətnimizə qətiyyən ildən rəqəmlə bağlı bir dənə yerdə verilmişdi, pulla bağlı da. D variantında deyir ki, working entirely alone without the directors. Yəni tamamilə tək işləyibdi, direktor olmadan. Amma orada deyir ki, working closely with the director. Yaxın əlaqədə olub, tez-tez müntəzəm əlaqədə olub direktoruna görə. D variantı da yanlışdır. E variantı dedik ki, shooting all these scenes in a studio in Hollywood. Bütün səhnələr Hollywoodda çəkilib də, orada Atacama səhrasının adını çəkdi, New York'un adını çəkdi. Ona görə də bir də E variantı da yanlış olur. Belə yoldaşlar, bu bizim dinləmə mətnimiz idi. İndi isə readingə başlayırıq. Gəlin lüğətlə tanış olaq. Inseparable, ayrılmaz deməkdir. Internally displaced persons, EDPS, məcburi köçkün. Internally recognized territory, yəni beynəlxalq səviyyədə tanınmış ərazilər. Security Council resolutions, təhlükəsizlik şurasının qətnamələri, yəni BMT-dən söhbət gedir burada. Sovereignty, suverenlik. Withdrawal of troops, qoşunların geri çəkilməsi. Deməli, counter offensive, əks hücum. Digər sözümüz olan ceasefire, atəşkəs deməkdir. Deceive moment, həll edici məqam. Strategic adventure, strateji üstünlük. Tactical drones, taktikal, həmin bu taktiki dronlar, hansı ki biz bunu müharibədə istifadə eləmişik, hərbi silah sursatda. Anti-terror operation, əməliyyat deməkdir. Anti-terror əməliyyatı. Liberated, azad edilmiş. Fruitless negotiations, nəticəsiz, yəni faydasız danışıqlar. Bu sözə diqqət edin. Axırı less ilə bitən və yaxud o sözün full-la bitən versiyasına görə mənası dəyişəcək. Breaking point, qırılma nöqtəsi. Ancestral homes, ata-baba yurtları. Clearing landmines, minaların təmizlənməsi. Great return, böyük qayıdış. Fist, yumruq deməkdir. Provocation, təxribat deməkdir. Devastating, dağıdıcı deməkdir. Compliance, razılıq deməkdir. Triggered, tətikləmək, yəni hərəkətə gətirmək. Decentralization, mərkəzin ayrılmağı. Decline, tənəzzül. Prolong, uzun müddətli. Last, go on, continuous, davam edən deməkdir. Last next mənasında gələn növbəti mənası da var, amma davam etmə mənası da var. Bayaq sizə dedim ki, fruitless-lə fruitful sözlərinə diqqət edin. Fruitful sözü bundan əvvəlki sınaqlarda da qarşımıza çıxan beneficial'dır, profitable'dır. Bu sözlərin sinonimidir. Productive'dir, faydalı deməkdir mənası və akademik səviyyəli sözlərdəndir. Essay'də yazmaq üçün lazım olacaq sizə bu sözlər. Və eliminate, aradan qaldırmaq deməkdir. Undermine'dəki görməzdən gəlmək. İndi bu çıxartdığımız sözlərin əsasında mətnə başlayırıq. Deməli,
6.1-də deyir ki, the occupation of Azərbaycan lands, occupation işğal olunmuş deməkdir. By Armenian force qüvvə deməkdir. Was in full compliance with UN Security Council resolutions. Həmin bu BMT-nin qətnamələrinə görə deyir, Azərbaycanın işğal olunmuş torpaqları erməni qüvvələri tərəfindən razılığa gəlindi də. Yəni ermənilər tərk edib razılığa əsasən. Amma 6.1 yanlışdır. Çünki burada deyir ki, for decades, several UN Security Council resolutions demanded the immediate withdrawal of Armenian troops, but these were ignored. Deyir, həmin bu BMT-nin qətnaməsi tələb elədi ki, dərhal erməni qoşunları boşaldılsın. Amma onlar bunu görməzdən gəldir. İgnor eləmək, məhəl qoymamaq, görməzdən gəlmək deməkdir. Amma burada verilən şərtə görə güya ermənilər razılaşdılar da, yəni bu BMT-nin bu qətnaməsi ilə. İgnor eləmək ara, razılaşmaq ara. Compliance sözünü yadınıza saxlayın, razılığa gəlmək deməkdir. Ona görə 6.1-imiz olur false. 6.2-də deyir ki, 1-ci Qarabağ müharibəsi həmin bu Sovetin bölünməsindən sonra, tənəzzülə uğramağından sonra decentralization, yəni mərkəzdən ayrılmaq, eventual fall sözü tənəzzül eləmək deməkdir. İndi mətndə də göstərəcəm sizə bir dənə tənəzzül eləmək sözü var. Bunun tənəzzülündən sonra Qarabağ müharibəsi tətikləndi. Bəli, bu doğru fikirdir, yoldaşlar. İndi sizə harada olduğunu göstərəcəm. Triggered tətiklənmək deməkdir. Baxın, burada verib. During the decline of the Soviet Union. Decline, bu da tənəzzül eləmək deməkdir. 1-ci Qarabağ müharibəsi haqqında burada danışılır və onun tənəzzülündən sonra daha da tətikləndi Qarabağ müharibəsi. Daha sonra deyir, 2023-cü ildə antiterror əməliyyatı prolonged conflict. Prolong uzun müddətli münaqişə, konflikt münaqişə deməkdir. Last several months. Last sözü burada görsəz davam etmək mənasındadır. Go ona bərabər idi. Bir sinonimimiz də nə idi? Yorumda yazarsınız yoldaşlar. Davam etmək sözünün sinonimini. Deyir, aylarla davam elədi. 2023-cü ildə antiterror əməliyyatı, baxın burada verib, deyir 24 saat idi. 24 saat olan bir şey burada, amma aylarla verilibdir. Ona görə də bir neçə ayından verdiyinə görə bu olur yanlış. False olur. Digər sualımıza keçdik. Deyir ki, the Iron First operation provided Azerbaijan with a technological edge over the Armenian military. Həmin bu deyir dəmir yumruq əməliyyatında Azərbaycanı erməni hərbi silah sursatından daha üstün eləyən onun texnologiyaları idi. Bu düzgündür də, yəni bizim hərbi texnologiyalarımız ermənilərdən daha üstün idi həmin bu dəmir yumruq əməliyyatında. Bu da burada verilib, baxın deyir. There was characters, baba, such as tactical drones. Drones which gave Azerbaijan a strategic advantage over the Armenian military. Hansı ki bu bizi üstələyirdi, bizə avantaj sağlayırdı bizim hərbi texnologiyalarımızın olmağı. Məsələn, bu dronlarımızın olmağı. Ona görə 6.4 olur true. Okay, impossible to separate or to be treated as different. Fərqli bir yerə bölünmək mümkün olmayan. Separate ayrılmaq deməkdir, ayırmaq. Ayırmağı imkansız olan bir şey. Baxın, separate, separable. Oxşur da, ona o bənzər söz bir dənə buradadır. Inseparable artıq sözün əvvəlinə artırılmış prefiksdir. İndən bunun inkarı yaradılıb. Ona görə bölünməz, ayrılmaz sözü kimi bunu götürürük. Devastating sözünün mənası məhv edici, dağıdıcı deməkdir. Fruitful nə demək oldu? Faydalı demək oldu. Amma mən bura less artırsam faydasız olacaq. Strategic və tactical, bu da ki strategic, taktiki sözləri kimi tərcümə olunur. 8-ci sualda deyir ki, bu 1994-cü ildən 2020-ci ilə qədər bu diplomatik səylər, cəhdlər nə ilə nəticələndi? İnfarkt nəticələnmək kimi də, təxmin olmaq kimi də götürə bilərsiniz. Və bizə burada, bu mətndə 1994-cü ildə hardan başlayır danışmağa? Baxın buradan, görsünüz. The consequence were devastating. Çünki bizim ceasefire'ımız nə olub? Bu bizim atəşkəsimiz pozulub. Həmin bu atəşkəsin
pozulmağı nəticəsində deyir bu məhvedici bir nəticə verdi. 94-cü ildən atəşkəs pozuldu. Sonra Azərbaycan təxminən 20% torpağı ələ keçirildi. Arxasıca da baxın deyir ki, hardasa bir 30 ilə yaxın Azərbaycan pursued peaceful resolution through diplomatic negotiations. Bu əlaqə deməkdir, əlaqələr. Əlaqələr sözünün sinonimi nə götürə bilərik? Kontakt götürə bilərik və yaxud communicate götürə bilərik və bu sözün sinonimi kimi. Aha. Hətta deyir o 30 ilə yaxın Azərbaycan sülh irəli sürdü. Baxmayaraq ki, however, these efforts remained fruitless. Görürsüz? Bu səylər, cəhdlər faydasız qaldı. Remain qalmaqdır, fruitless isə faydasız. Full olsaydı fruitful artıq faydalı demək olacaqdı. Biz indi buradan belə nəticəyə gəldik ki, bu qədər müddət ərzində, yəni 1994-cü ildən atəşkəsin pozulmağı, 20% torpağın işğal olunmağı, sonra artıq 30 ilə yaxın Azərbaycan sakit durub nə kimi bir şey irəli sürməyi, sülh irəli sürməyi nəticəsiz qaldı və bu ümumiləşdirmələri biz 8-ci sualın B variantında alırıq. Baxın, deyir ki, they were undermined. Undermined nə deməkdir? Görməzdən gəldi. Bütün bunlar görməzdən gəldi. By continuous Armenian provocations and a lack of practical result. Həqiqətən də erməni qüvvələri bunları görməzdən gəlirdi. Çünki BMT orada onun üçün bir qətnamə deyir ki, qətnamədə tələb edir ki, boşaldılsın, onu belə ignor edir, görməzdən gəlir. Deməli, bu görməzdən gəlmək sözünü nəzərə almamaq, gözdən eləmək, göz ardı eləmək, undermine sözü qarşımıza çıxıb belə əvəz edib. Buna görə də cavabımız olur B variantı. Bu qədər səylər, nəticələrimiz hamısı fruitless oldu, yəni faydasız oldu. 9-cu sualda deyir ki, həmin bu 24 saatlıq antiterror əməliyyatı vacib idi. Çünki, indi çıxaq, görə harada danışılır onun haqqında. Burada danışılır, düzdür. Vacib idi. Çünki, baxın, ardınca verir. Operation ended the presence of illegal Armenian armed groups in the region, ensuring the full restoring of Azerbaijan's sovereignty. Buna görə vacib idi ki, presence vacib demək, varlıq deməkdir. Varlıqları sona çatır, illegal, qeyri-qanuni, yəni deməkdir mənası, erməni qoşunlarının. Azərbaycanda bu erməni qoşunlarının varlıqları sona çatır. Ensuring the full, Azərbaycanın suverenliyi tamamilə nə olur? Restoration, yenidən bərpa olunmaq. Suverenliyimiz bərpa olunur tamamilə. Və deyir, biz bu günləri fokuslanmışıq nəyə? Böyük qayıdışa. Hansı ki bizim government dövlət deməkdir. Dövlətimiz rebuilding cities şəhəri yenidən bərpa edir, minaları təmizləyir və constructing smart village ağıllı kəndlər inşa eləyir və nəticədə welcome families back to their ancestral homes, öz ata-baba yurdlarına ailələr qayıtsın deyə. Bu kimi bizdən fokuslarımızdan danışdı, nəticələmədən danışdı. Bunlar da özünə doğruldan variant 9-cu sualdır, D variantıdır. Baxın yoldaşlar. Eliminate the presence of illegal armed groups and finalized Azerbaijan's control. Eliminate nə deməkdir? Aradan qaldırıldı. Aradan qaldırıldı antiterror əməliyyatı nəticəsində. Qeyri-qanuni həmin bu qrupların varlığı və Azərbaycanın nəzarəti ilə nəticələndi. 9 oldu D variantı. 10-cu sualda deyir ki, hansı sualların cavabı var? Cavabı olan suallar. Bir də deyir, how did the military tactics of 2020-ci ildəki döyüş 1990-cı ildən nə ilə fərqlənirdi? Orada deyir ki, 30 il susuldu. Hardasa bir 30 ilə yaxın Azərbaycan susmuşdu. Amma artıq 2020-ci ildən artıq nə oldu? Breaking point, qırılma nöqtəsi oldu. Və nə oldu? 44 günlük müharibə başladı. Deməli, birinci sualın cavabı oldu. Nə ilə fərqləndi? 2020-ci ildəki müharibə, 90-cı ildən nə ilə fərqləndi? Sülh pozulmağı ilə. What specific role did the UN Security Council play regarding the occupation? Nə kimi xüsusi rolu vardı BMT-nin? O qətnamələr
buyururdu və yaxud həll yolları biz üçün təşkil edirdi deyə bunun da özünə məxsus bir rolu var idi. Hansı ki, ermənilər onu görməzdən gəlirdi, amma bunun da belə bir xüsusi rol oynayırdı da bizim üçün BMT. Sonra, what is the current strategic priority of the Azerbaijan government in the Qarabağ? Azərbaycan hökuməti Qarabağda hal-hazırda hansı strategiya üstünlük verir? Priority üstünlük verməkdir, yəni üstünlüklərdən söhbət gedir. Bu da var. Hansı ki biz burada axırda danışdıq ki, o neyir? Böyük geri dönüşdən danışır, sonra ölkəni bərpa eləməyindən, minaların təmizləməyindən və ağıllı kəndlərin yaradılmağından danışılır ki, hansı ki ailələr öz ata-baba yurtlarına geri qayıtsınlar. Bu da Azərbaycan dövlətinin Qarabağda olan üstünlüklərdir, strategiyanın üstünlüklərdir. İlk üçün cavabı oldu. Amma baxın, mən sizə demişdim ki, harada iqzət sözü gördünüz, harada az sözü, çox sözü gördünüz. Bu kimi suallarda only sözü gördünüz. Çox faiz ki, ya cavabınız yoxdur, ya da cavabınız true false-un içində versə false-dur. Bizə deyir ki, həmin qısa konkret dəqiq nə qədər minalardan təmizlənib 2025-ci ildə. Burada minalardan təmizləndiyi haqqında danışır, amma rəqəmlə bağlı burada heç bir şey verməyibdir. Tək rəqəm 24 saatlıq olmağı antiterror əməliyyatı, bir də ili veribdir. Amma dəqiq nə qədər minalardan təmizlənib, bunun haqqında yoxdur. Sadəcə deyir ki, clearing thousands of landmines. Okay. Dördüncü sualda deyir ki, who were the main international mediators during 44 gün bu 44 günlük müharibədə kim idi deyir beynəlxalq namizəddə qabaqda gedən adam. Burada da heç bir kəsin adı çəkilmir qətiyyən. Ona görə bu da yanlışdır. İndi ikinci mətnimizə keçdik. Bunu göndərək aşağıya. İkinci mətnimiz üçün bizə lazım olacaq sözlərlə tanış olaq. Deyir, traffic jam sözünün sinonimi congestion sözüdür. Tıxac deməkdir. Tıxac. Navigate the streets, küçələrdə hərəkət etmək, yəni yol tapmaq, naviqasiya sözü maşınlarda olur. Cycling, cyclist, velosiped sürmə və yaxud velosipedçilər deməkdir. Motor, bu nəqliyyat vasitəsi deməkdir, vehicle sözü. Qarşısına motor artırmışıqsa, motorlu nəqliyyat vasitələri. Annually, illik deməkdir. Outskirts, şəhər kənarı, kənar məhəllələr. Transformation, çevrilmə, böyük dəyişiklik deməkdir. Transform sözü çevirməkdir. Nəyə bərabərdir? Change-ə bərabərdir. Dəyişmək, çevrilmək mənası var. Yadınıza saxlayın. Credit to, funded-ə bərabərdir. Maliyyələşdirilmiş deməkdir. Persuade sözünün keçmiş zamanda idi artırılıb, inanmaq deməkdir. Convince-ə bərabərdir. Bunu yadınızda saxlayın. Bu da bizə lazım olacaq akademik səviyyəli sözlərdəndir. Convince sözünə də dəftərinizə qeyd edərsiniz mütləq sürətdə. Okay. İnandırmaq. Financial support, maliyyə dəstəyi. Sponsorship, sponsorluqlar. Public approval, ictimai bəyənmə və yaxud təsdiq. Approval, bəyənmə, təsdiq deməkdir. Social barriers, sosial maneələr, sədlər. Interacted, burada keçmiş zamanda verilib. Ünsiyyətdə olmaq, qarşılıqlı əlaqə deməkdir, interact sözü. Community spirit, icma ruhu. Initiative, təşəbbüs deməkdir. Significant shift, əhəmiyyətli dəyişikliklər. Outstrike, ucqar, kənar. Decade, 10 illik və grow sözü artım deməkdir. Bu sözləri lüğətinizdə qeyd edin. Sinonimlərə xüsusilə fikir verin. Bunlar bizə esələrdə lazım olacaq parafrez eləmək üçün. İndi isə mətnə keçdik. Santiago was officially recognized, tanınmaq deməkdir. As a city with the least ən az deməkdir. Yoldaşlar, üstünlük dərəcədə ən az deməkdir. Traffic congestions globally, əgər sizin true false-unuz varsa, orada only sözü varsa, ən çox sözü varsa və yaxud ən az sözü, least sözü varsa, diqqət eləməlisiniz. Yenə deyirəm, cavabınız false-a yaxındır. 99% ki, cavabınız false-dur, amma həmişə belə olmaya da bilir. Mətndə bunun haqqında harada danışır? Elə ilk cümlədə danışır. Baxın, deyir ki, was once ranked among the top 10 cities with the worst traffic jam in the world. Yəni, ən çox top
Nirvana zirvə, ən üst deməkdir. Ən çox bu dünya üzərində tıxacların olduğu 10 ölkənin arasında qeyd olunub. 10 ölkənin arasında qeyd olunub. Bu da deyir ki, halbuki o tanınır ən az tıxac olunan bir yer kimi, şəhər kimi. Ona görə də bu olur false. Ən çox tıxac olan 10 ölkənin içində yer alırsa, demək ki, burada ən az sözünün verilməyi yanlışdır. The percentage of bike journeys in the city saw twofold. Twofold 2 dəfə deməkdir yoldaşlar. Decade 10 illikdir. Twofold sözünü qeyd eləməmişdim. Bayaq qeyd edərsiniz. 2 dəfə deməkdir. Increase artmaq deməkdir. İndi grow sözü bayaqları qeyd eləmişdik lüğətdə. Bu da onun sinonimidir. Increase böyümək, artmaq. Over a decade. Deyir 10 il ərzində həmin bu velosiped sürənlərin faizi 2 dəfə artıb. Baxırıq, burada da, baxın burada danışır. 2016-cı il buradır, bir də 2006-cı il bura. Həqiqətən 10 il ərzində 3%-dən 6%-ə gəlib. Deməli, nə olub? 2 dəfə artıb. Ona görə də bu olur true. Deməli, digər sualımızda bizə deyilir ki, the Car Free Sunday project is fully funded by the Santiago City Government. Həmin bu deyir, maşın sürülməmə layihəsi Santiago'nun hökuməti tərəfindən maliyyələşdirilib. Amma bizə mətndə onun tam əksi deyilir yoldaşlar. Baxın. Deməli, deyir ki, although the government didn't provide financial support, the project served through local business sponsorship and gained massive public approval despite initial complaints from drivers. Baxmayaraq ki, dəstəkləmirdi, deyir maliyyə cəhətdən dövlət. Dövlətin dəstəkləmədiyini qeyd edir. Ondan əlavə baxın, burada deyir ki, this transformation is largely credited. Burada o funded sözü var, maliyyələşdirmə sözü. Credit sözünün sinonimidir. Kim tərəfindən maliyyələşdirilib? Gonzalo tərəfindən, yəni insan adı verilibdir də burada. Amma burada deyir hökumət tərəfindən. Ona görə də bu olur false. 11.3-ümüz olur false. Okay. 11.4-ümüzdə nə deyir? Deyir ki, Gonzalo's initiative has made it easier for people from different social background to interact. Oradakı sözümüz təşəbbüs söz deməkdir yoldaşlar. Və bu fikir doğrudur. Nəyə görə doğrudur? Çünki deyir ki, onun Gonzalo'nun bu təşəbbüsü daha da asanlaşdırdı. Baxın, social background to interact əlaqə qurmaq deməkdir. Yəni sosial təbəqələr arasında, müxtəlif bu sosial təbəqələr arasında əlaqə qurmağını daha da asanlaşdırdı. Bəli, bu düzgündür. Yəni turunu qeyd edək, yəni mətndə göstərəyəm də onu. Qeyd edilmədik. Aha. Baxın, deyir ki, Gonzalo's project's great achievement not physical exercise but social connection. Görürsünüz? Oradakı interaction sözünün, əlaqə qurmaq sözünün sinonimi burada verib social connection. Və Santiago was previously a city where people from different neighborhood rarely interact. Now, cycling has helped break down this social barriers, encouraging residents from the outskirts to explore the city center and mix with their neighbors. Burada əslində neighborhood bildiyimiz bu qonşuluq sözüdür, neighborhood. Amma qonşuluq yox da burada təbəqə mənasında gedəcək. Görürsünüz, deyir ki, həqiqətən də Gonzalo'nun bu layihəsi çox böyük bir uğur qazandı. Təkcə bu neynədir? Fiziki bir təcrübə deyildi, həmçinin sosial bir əlaqə idi. Bu cümləni vurğulayır və arxasında da deyir ki, müxtəlif bu təbəqədən olanlar nadirən əlaqə qururdular, amma indi onlar bu breakdown qırmaq deməkdir. Bu social barrier, sosial maneələri qırıblar. Demək ki, bu fikrimiz dəstəklənir. Ona görə 11.4 true olur. 12-də deyir ki, the Sunday Cycling Project in Santiago is unique because bu həmin günlər elə bir ki, maşınlar sürülmürdü, ancaq Santiago'da
vəzifə sürülür. Bu deyir unik, nadir deməkdir də, tək əvəz olunmaz bir şeydir. Çünkisini də orada veribdi. Baxın deyir ki C variantında it operates without any official financial help from the city leaders. Bizim cavabımızdır. Heç bir city leaders, yəni ölkə başçıları tərəfindən official financial rəsmi bir maliyyə köməyi olunmayıb. Buna görə bu unik sayılır. Biz bunu bayaq qeyd elədik ki, burada deyilirdi ki, government didn't provide financial support. Ölkənin hökuməti onu maliyyə cəhətdən dəstəkləməyib, təmin eləməyib. İndi orada hökumət sözü yerinə city leaders verildi. City leaders or governments burada bir-birinin sinonimidir. Without sözü də sız deməkdir. Bu fikrimizi dəstəkləyir. Mümkün olur C variantı. Ondadır, according to the text, what was the primary social problem in Santiago before the project? Həmin bu layihədən əvvəl, həmin bu Santiago'da əsas problem, sosial problem nə idi? O da B variantıdır. People different parts of the city had very little contact with each other. Onu da göstərirəm sizə. Müxtəlif təbəqədən olan insanlar bir-birindən az əlaqə qururdular. Elə bu burada verilmişdi. Baxın, sosial maneələri qırmamışdan əvvəl bu cümlədə verib ki, Santiago was previously a city where people from different neighborhood rarely interacted. Rarely nadirən deməkdir. Elə bir yerdir ki, burada nadirən əlaqə qururlar. Ona görə də bizim 13-cü sualımıza cavab olur B variantı. Layihə olmamışdan qabaq Santiago'da əsas ilkin problem, sosial yəni problem buydu. 14-cüdə persuade sözü verilmişdi. Ən çox düşən sözlərdən istifadə olunan sözlərdən biridir ki, bu sözün akademik sinonimi, bayaq sizə convince sözü yazırdım. Harda convince sözünü gördünüz, bilin ki, persuade sözünü, yəni inandırmaq sözünün sinonimidir. 15-də də deyir ki, hansı sualların cavabı var? How many people use the car free roads on the Sundays? Nə qədər insan car free roads, yəni maşın sürmür yollarda bundan istifadə eləyir. 15-də baxın, cavabı verilibdir. Birinci sualın, baxın, hardasa 40 min insan, baxın, 40 min insan people enjoy cycles, skating or walking without the street of traffic. Həmin bu günlər, Sunday günləri 40 min insan zövq alır, neynəsinlər? Velosiped sürsünlər, skate sürsünlər və yaxud neynəsinlər? Walking without the stress of traffic. Həmin bu tıxac stresi olmadan gəzsinlər. Burada sayı verilib də 40 min insan deməli bundan zövq alır. Ona görə də biri götürürük. Okay, 2-də yenə exactly sözü görürəm. Deyir ki, dəqiq nə qədər pul money did the local business donate the project. Bizim digər sınıflarımızda donate sözünü keçmişik, ianə etmək, yəni pulu xeyriyyə məqsədi ilə bir insana mı, ya bir şirkətə mi, bir cəmiyyətə mi vermək deməkdir donate sözünün mənası. Və bizdən dəqiq sayın istəyir. Yerli bizneslər deyir, nə qədər bu layihədə nə qədər pul əldə elədilər, dəqiq say. Təbii ki də bunun cavabı yoxdur. Üçüncüdə, what is the annual growth rate of the number of the cyclists in Santiago? Bunun cavabı var. Deyir ki, illik böyümə faizi nə qədərdir Santiago'da? Baxın, burada 20%, yox, 15% verilib. Baxın, with the number of cyclists growing by at least ən azı 15% il boyu, annually, il boyunca böyüyür. Ona görə üçüncü cavabı oldu. Dördüncü sualda deyir ki, which specific neighborhoods in Santiago have the most cars? Hansı bu xüsusi təbəqənin daha çox maşını vardır? Bu barədə heç danışılmır mətndə. How did Gonzalo get the idea for the cycling project? Həmin bu layihəni hardan ideyasını almışdı Gonzalo? Bunu barədə danışılmır mətndə. İndi yoldaşlar, mətnlərə gəldik. Mətndə bilməli olduğunuz əsas şeylər nələrdir? Onu nəzərinizə çatdırın ki, əgər cümlədə mənə dəqiq bir vaxt veriblərsə, görürsünüz, dəqiq bir vaxtım var. Heç vaxt dəqiq vaxtın qarşısında mən bitmiş zaman istifadə edə bilmərəm. Avtomatik C variantını, D variantını atıram.
Və ikinci tərəfdə əndli bir cümləm var. Əgər cümləmdə and istifadə olunubsa və mən işi ardıcıl yerinə yetirirəmsə, mütləq, məsəl üçün, səhər oyandım, yerimi yığışdırdım, dişimi fırçaladım, əynimi geyindim. Bu kimi ardıcıl hərəkətləri yerinə yetirirəmsə, məsəl üçün deyirəm, mütləq biz onları sadə zamanla verməliyik, keçmiş sadə zamanla. Və biz görürük ki, baxın, ikinci, üçüncü sözlərimiz keçmiş sadə zaman olan hansılardır? A variantıdır. Bax, ikinci və üçüncü söz, üçüncü və dördüncü sözlərimiz andın sağı və solu. Görürsünüz, andın sağı və solu. Got, left verilibdir. Bu get feilidir. Get'in feili olub got, live feilidir, tərk etmə feilidir. Onun da keçmişi olub left. Deməli, iki qaydaya fikir verdik. Birincisi oldu ki, əgər mənim dəqiq bir vaxtım varsa, exact time'ım varsa, mən orada çox bitmiş zaman verməyəcəm. Ona görə C-dini çıxdım. Və and sözü ardıcıl bir hərəkəti bildirirsə, he getting and left for the airport. Göstərir, burada ardıcıl hərəkət icra olunub deyə mən onu keçmiş sadə zamandan verməliyəm. Andın sağı, solu ardıcıl hərəkətdə keçmiş sadə zaman olur. Ona görə də variantımız olur A variantı. Daha sonra 17-ci sualda mətn qurmamız istəyir. Yenə görürsünüz. 5 dənə qayda sualım var. Onun artıq biri getdi tərcüməyə. Gəlin elə yoldaşlar düzgün variant üzərindən tərcümə eləyə gedək və onu da sizin nəzərinizə çatdırım ki, əgər mən cümləyə başlayıramsa, bir dəfə sözü harda gördünüz, once a time sözü harda gördünüz, nağıl kimi də günlərin bir gün sözü harda görürsünüzsə, deməli %100 cümləmiz ondan başlayacaq və heç vaxt dırnaq işarəsi ilə cümlə başlaya bilməz. Birbaşa o cavab verdi və yaxud burada dırnaq işarəsi olmasın, həmin cümlə məsəl üçün burada dırnaq işarəsi olsun. Belə bir şey ola bilməz. Heç vaxt cümləmiz ondan başlaya bilməz. Okay. Deməli 5 ilə başladı birinci cümləmiz və tərcümə olunur ki, bir gün şef öz assistantına, yəni qulluqçusuna deyir ki, mənə ən yaxşı əti gətir, bring gətirmək deməkdir. Və həmin bu servant gətirir ona bir dil gətirir. Arxasıca da dördüncü gəlir, deyir ki, the next day the chief told the servant to bring him the worst meat from the market. Marketdən artıq ona ən pis əti gətirməyini istəyir növbəti gün şef. Və the servant bought a tongue again. Yenidən ona qulluqçu gedir, köməkçi ona gedir, yenidən dil alır, dil gətirir. Arxasıca 2 gəlir, deyir ki, what is it? The chief asked angry. Bu nədir? Deyə əsəbi şəkildə soruşur şef. Və yoldaşlar, bunu görəndə biraz çaşa da bilərsiniz ki, şef soruşandan sonra indi gərək o servant da, yəni qulluqçu cavab versin. Xeyr, bu bunu soruşur, arxasında yenə özü cavab verir. Baxın 8 yer. When I ask you for the best meat, you bring me a tongue and then sonra deməkdir. You bring the same thing for the worst meat. Mən səndən deyir, yaxşı ətdə soruşdum, getdin mənə eyni şeyi gətirdin, pis ətdə soruşdum, getdin mənə eyni şeyi gətirdin. 6-cı gəlir, the servant said, həmin bu köməkçi deyir, sometimes man is very unhappy because of his tongue and sometimes his tongue make him very happy. O dedi, nə deyir? Deyir, bəzən bizim dilimiz xoşbəxt eləyə bilir, bəzən də bizim dilimiz bizi kədərli, məyus eləyə bilir. Yəni səbəbi odur. Dilimizə görə, yəni biz xoşbəxt oluruq, bəzən dilimizin ucbatından da bədbəxt oluruq. Arxasında da 7-ci gəlir, deyir, you are right, the chief said. Let us be masters of your tongues. Sən haqlısan, yəni gəl dilimizə sahib çıxaq. Belə bir mətn verilmişdi. Ümumi tərcümə və ardıcıllıq bu əsasda gelir. 9-cu sualda, deməli yoldaşlar, İnkar cümlə ilə bağlı düşən və Dövlət İmtahan Mərkəzinin salmağı ən çox sevdiyi testlərdən biridir. Nəyə diqqət etməlisiniz? Biz normalda əvəzlik qaydası keçində demişdik ki, no-dan sonra artikl gəlməz. No-dan sonra artikl gəlməz. Bu qayda no-nun birləşmələri üçün no o üçün də birləşməyə aiddir. Bu arada sizə çaşdırmaq üçün no and verirlər. And inkar cümləni bağlamır. Yəni no varsa bağladığı kimi oradan istifadə olunur.
Hə, article qaydasına gələndə deməli bu ona or verirlər və yaxud bizə cümlədə verirlər neither nor və yaxud neither və ya bizə verirlər not or. Bu 3 dənə inkar orlu norlu birləşmələr bizə verirlər. Hansının orla, hansının norla işlədiyinə diqqət edin. Uzun yazılan norla istifadə olunur. Norda görürsüz, ora nisbətən çoxdur. Digərləri orla olur. Bu içinin sağında, solunda ismin article işləməsinə görə bunların vəziyyəti dəyişəcək. Hə, nə cür dəyişəcək? Bu nə cür ki, normal halda da özünlə article istəmirsə, oradan sonra article gəlmirdisə, onun orlu birləşməsində də ismin nə sağında, yəni nə birinci isimdə, bu tərəfdə də isim verilir, bu tərəfdə də isim verirlər. Və hər ismin qarşısındakı artikla baxırsınız. Nə birinci tərəfdə ismin qabağında, nə də özündən sonraki, baxmayaraq ki, oradan sonra işlənir, nə ikinci tərəfdə article istəmir. Nə burada article gələnməz. Amma bu neither nordur, not ordur, bunlar bir növ acgözdürlər. Yəni deyir, mənim qabağımda ismimi vermisənsə, əli dolu, elə bir evə əli dolu qoymaq istəyir bunlar. Deyir, artiklı da mütləq verməlisən, özü bir tərəfdə də yox ha, iki tərəfdə. Burada ismi artikl vereyim, burada olmasına eş olanmaz. Burada da verməlisən, burada vermisənsə, burada da verməlisən. Bir dənə içlərində no ordu ki, onu da belə yadınızda saxlayın ki, no normalda özündən sonra artikl istəmədiyi kimi, no orlu birləşmələrdə də nə sağında birinci tərəfdə, nə də solunda artikl gəlməməlidir. İndi bu qaydalara görə gəlin test işləyək. Baxın, A variantı. Ben no oru gördüm, altına xətt çəkdim. Teacher verib, student veribdir, düzdürmü? Məndən düzgün şey istəyir, negativ cümləmi istəyir, qurmağımı istəyir. No verib, no or veribdir, nə sağında, nə sonunda heç bir şey istifadə eləməyibdir. Bəli. Baxın, B variantında neither veribdir, nor veribdir. Bir tərəfində artikeldan istifadə eləyibdir, bir tərəfində artikeldan istifadə eləməyibdir. Ha, bu avtomatik yanlış çıxır. Deyir ki, nətər yəni bir tərəfində istifadə edib, bir tərəfində eləyə bilmərsən. Bu acgözdür. Bu deyir iki tərəfdə də gəl. Əli dolu gəl. İki tərəfində dolu olsun. Ona görə B variantı yanlışdır. Ada heç bir yanlışlıq yoxdur. A bizim düzgün cavab variantımızdır. C variantında baxın, neither'i verib, noru veribdir, düzdürmü? Heç nəsiz gəlibdir. Bu deyir ki, əli dolu gəl, heç nəsiz gələ bilmərsən. Ona görə avtomatik C variantı da yanlış olur. D variantında no'nu verib, oru verib, amma no or dedik ki, heç bir tərəfdə, nə bu tərəf, nə bu tərəfdə çox təvəzzökar insandır, heç nəyə qəbul eləmir. Ona görə bu tərəfdə E artiklını verib, burada verməməyin yanlış olur. Ümumiyyətlə, heç birində verməməlisən. D də yanlış oldu. Y variantında isə not orla istifadə edib, bu da deyir ki, acgözdür, deyir, iki tərəfi də əli dolu gəlir. Burada eyni verib, burada vermədiyin üçün bu avtomatik yanlış olur. Ona görə də bizim 18-də cavabımız olur A variantı. 19-cu yoldaşlar, sizə məsləhət görürəm ki, qaydaları oxuyarkən zamanları, məhsul növü və söz önləri 2 qat diqqətlə təkrar oxuyasınız. Çünki əvəzlidir, söz önüdür, zamanlardır, məhsul növüdür. Bunlar %100 imtahana düşən mövzulardır. Və biz mətbəxin içərisində oluruq. Ona görə in the kitchen. Burada süddən söhbət gedir, düzdür? Süd stolun üzərində olar deyə, üzərində mənasında on the table. Və sizə belə bir açar söz deyim ki, iki isim yan yana verib, plate, pirog, sonra glass, milk sözləri, düzdür? Şüşə, süd, boşqab, pirog. Bunlar arasında of istifadə olunur 99%. Baxın, deməli bir şüşə süd və bir boşqab pirog. Ona görə də bu variantları ödəyən of, on, in olan, baxaq, hansı variantda verilib. Yoldaşlar çaşmayın, burada ət verilibdir. Ona görə də cavabımız olur Y variantı. 20-ci sualda isə bizə deyir ki, close meaningini tap da, buna yaxın mənalı söz tap. Tərcümə cəhətdən, yəni bu paraphrase qaydasıdır. Hansı ki, biz bunu essay yazımında istifadə edirik. Cümləni olduğu kimi yazmırıq. Tamamilə fərqli sözlərdən eyni mənaya gətiririk cümləni. Gəlin bir baxaq, cümlədə nə deyir? All the students except Fred passed the exam. Bütün şagirdlər imtahanı keçdi, except savayı deməkdir. Savayı, başqa mənasındadır bu. Freddən başqa bütün hamı imtahanı keçdi. Bu mənada da indi biz eynən birə-bir bu mənaya gələn söz tapmalıyıq. Everybody including Fred failed the exam.
burada deyir hamı, içərisində də Fred daxil olmaqla. Fred görürsünüz ki, cümlədə except deyir. Ayrılıb. Ona görə A variantı yanlış olur. Fred was the only student who failed the exam. Fred deyir ki, yeganə uşaq idi ki, ikinci imtahanda uğursuz olmaqda. Failed sözü, yoldaşlar. Fred imtahanda uğursuz olan yeganə şagird idi. Cavabımız B variantıdır. Digər variantlarda baxaq. All the students as well as həmçinin deməkdir. Bütün şagirdlər həmçinin Fred passed the exam imtahanı keçmək, failed the exam imtahanda uğursuz olmaq deməkdir. Bütün şagirdlər həmçinin Fred də imtahanı keçdi. Xeyr, burada biz Fred'i pis mənada ayırmışıq digərlərindən. Fred was the only student who passed the exam. Görürsünüz, B variantı ilə D variantı birə-bir eynidir. Burada pass the exam'dan fail the exam sözləri bir-birinə fərqlənir. Pass the exam imtahanı keçmək, fail the exam imtahanda uğursuz olmaq deməkdir. Ona görə D variantı da yanlışdır. Y variantı deyir, no one including Fred failed the exam. Heç kim, Fred də daxil olmaqla heç kim imtahanı keçənmədi. Ona görə Y variantı da yanlışdır. Bugünə bu qədər yoldaşlar. Gəlin esse mövzularına nümunələrə də baxaq. 2 dənə opinion esse ilə bağlı, yəni discuss both view ilə bağlı 2 dənə fikri müzakirə eləməklə bağlı. Bir də negative or positive situation, avantaj dezavantajla bağlı esselər vermişdim sizə, hansı ki öz yazdığınız esse nümunəsindən sonra burada verilən nümunə ilə qarşılaşdırırsınız. Bugünə bu qədər yoldaşlar. Trial 4-də görüşmək ümidi ilə. Sağ olun.